Bəli. Deməli, hər birimizin missiyası var. Da, mən 12 cümə əvvələ baxarsınız. Missiya varsa, deməli, hədəf var, yol var. Hədəf var, yol var, çox sadə. Həmən yola, hədəfə sirat deyirlər. Sirat deyirlər. O, biz siratı keçmək üçün yolu bəndəçilikdən keçir. Bəndə olmasan, o siratda büdürəyərsin. Haçan ki, insan bəndəçilik eləmir, öz bildiyini eləyir, Allahın istəyini atır kənara, elə bir siratdan çıxdı. Yoldan çıxır. Yoldan çıxır. Görsən, bəzi vaxtlar əksinə gedir, o səhv istiqamət maşınlar işığı yandır, söndür ki, çıxdı, düz girməmsən yola da. İndi sən də çıxmırsan yoldan. Məlakə oradan, Peyğəmbər buradan, imam buradan, xətib buradan, Quran buradan, hər yerdən sənə deyirlər ki, səhv gedirsən, səhv gedirsən. Yaxşı. Bu yolu getmək bəndəçilikdən keçir biz siratı. Və nə'abuduni haza siratun mustaqim. Allah Quranda buyurur, sirat-ül müstəqimdə yol getmək istəyirsiniz, mənə bəndə olmalısınız, bəndəçilik eləməlisiniz.